Akın Altanın səsi ilə Qurd Adamın Döngüsü romanını dinlədim dünən. Öncə istəyirəm Qurd Adam haqqında danışmamışam, amma qorxu janrından danışanda Qurd Adamlar da eynilə vampir ədəbiyyatı qədər önəmlidir. Çünki filmlərə uyarlanıbdır bütün dövrlərdə və eynilə Qurd Adam da vampir olduğu kimi, vampir qorxu ədəbiyyatında olduğu kimi əslində miflərdən, folklardan, xalqların folklarından, qərb ədəbiyyatından, belə baxanda əslində şərq ədəbiyyatı da daxildir. Hətta türklərdəki bozqurd anlayışı da demək olar ki, bənzədə bilərik biz qurdlarla insan əlaqəsinə. Deməli, Stephen King'in öncə bu əsər haqqında danışmaq üçün Qurd Adam mifologiyasından danışmalıyam. Lykantrop da deyilir buna. Deməli, lykantrop anlayışı isə termi daha doğrusu ilk dəfə qədim Yunan, antik Yunan mifologiyalarından gəlir. Yenə Zeus birlərini lənətləyir, cəzalandırır. Deməli, kral, adını yazmışam onun, kral Likaon Zeus'u sınamaq üçün ona insan əti yedirdir və daha sonra Zeus nə edir? Bütün mifologiyalarda olduğu kimi qəzəblənir və kral Likaonu cəzalandırır. Cəzası da onun canavara dönüşməsidir. Bundan sonra, bu mifdən sonra dediyim kimi lykantrop termini gəlir ədəbiyyata. Əslində Germanların da tarixində, Almanların da tarixində Qurd Adam mifologiyası çox önəmlidir. Biz onların hətta pop kulturuna belə baxanda və yaxud da ədəbiyyatdan, istər klassik ədəbiyyat, istər modern ədəbiyyat baxanda Qurd Adama hər yerdə demək olar ki, rastlayırıq qorxu janrında. Deməli, Qurd Adam Germanlarda isə bilirik ki, onlar müharibələrdə, savaşda donmamaq üçün müdeyim və yaxud da savaşmaq üçün qurdların dərilərini giyirdilər. Vikinglər deyək belə, Vikinglərin serialında da biz bunu görə bilərik. Əslində belə qurd dəriləri, heyvan dəriləri geyirlər və bunun da o cəngavərlərin, savaşçıların bir qurda dönüşməsi ilə belə deyim, mifologiya oradan da qaynaqlanır. Yəni mifologiyaları kökü Slavyanlarda da var, şərq mifologiyasında da var. Və daha sonra Qurd Adam dediyim kimi düşünülür ki, əfsanəyə görə qədim zamanlarda biz bilirik ki, insanların vəhşi heyvanlardan qorxusu və yaxud da ki, xəstəliklər eynilə vampir ədəbiyyatındakı kimi, yəni vampir qorxusunun eynisidir. İnsanların nələrdənsə qorxması, məsələn, quduzluq xəstəliyi. Quduz olanda tutalım su içə bilmir və yaxud da dişləmək istəyir və bu quduzluğu da Qurd Adam olaraq algılayırlar və yaxud da ki, bir xəstəlik var idi, o vampirlərin də ədəbiyyatında var, hansı ki, o xəstəliyə yaxalananda günəş işığından qorxursan və yaxud da rəngin solğunlaşır. Bu xəstəliyə də yəni cahillik belə deyim, ad verə bilmirlər, tip inkişaf eləməyib və Qurd Adam deyirlər. Ümumilikdə, məsələn, orta əsrlərdə necə ki, cadugarları yandırırdılar, qadınları, subay qadınları, güclü müstəqil qadınları, uşaqsız qadınlar təhlükəli hesab eləyir və yaxud da ki, təbabətlə məşğul olan qadınları yandırırlar. Burada da məsələn şamanların özlərini də yəni Qurd Adamlar deyib öldürmək istəyirdilər. Yəni folklarda insanların, bir toplumun qorxuları, təbiətdən qorxusu, vəhşi heyvanlardan qorxusu sayəsində yaranan bir obrazdır. Və dediyim kimi, yəni klassik filmlərdə də, ədəbiyyatda da, istər modern filmlərdə də uyarlamalarını görürük. Mən istəyirəm öncə kitabdan öncə vampirlə Qurd Adamın fərqlərini danışım. Hansı ki, məsələn, vampirlər ölümsüzdür, Qurd Adamları ölümsüz deyirlər. Vampirlər xaçdan və yaxud da ki, xaçdan qorxurlar və yaxud da ki, onları qılıncla öldürmək. Qurd Adamlar sadəcə gümüş qılıncla öldürmək olur. Gümüşə allergiyalar var, hətta belə deyim. Daha sonra bunların dönüşümü ilə bağlı vampirlər biz bilirik ki, insan görünümündə olurlar. Sadəcə onların dişləri çıxır.
Qurd adam isə yarı insan kentavr, belə Yunan mifologiyasındakı yarı insan, yarı heyvan kentavr obrazıdır. Və öldürülə bilirlər qurd adamlar, hansı ki, yenə də deyirəm, vampirlərlə fərqi, vampirlər ölümsüzdür. İkisinin də yaranma səbəbi aşağı-yuxarı insanların, toplumun qorxuları və s. xəstəlikləri, bilgisizlik və deməli, bu Stephen King'in əsərinə keçəndə, Stephen King əslində bilirik ki, qorxu janrını modern pop kulturda yeniləyən, yeni bir nəfəs gətirən yazardır. Hansı ki, 50-dən çox roman və 200-dən çox hekayə yazıbdır bu janrda və bir çox baxdığımız qorxu filmlərdə, daha doğrusu ən keyfiyyətli qorxu filmləri Stephen King'in romanları əsasında çəkilibdir ki, demək olar hamısına deyərəm ki, istisnasız baxmışam. Stephen King'in də, yəni qorxu mənim çox belə heyranlıq duyduğum bir maraq duyduğum deyərdim ki, hissdir və o janra da çox xüsusi belə hissim var, marağım var. Stephen King də, yəni dediyim kimi, qorxu janrı deyəndə, qorxu janrının kralı deyilir Stephen King'a. Və əsasən özəllikləri əsərlərində, bu romanda da o var idi ki, mütləq bir fiziki qüsurlu adam və yaxud da uşaq olur, onu qəhrəmana çevirir və yaxud da ki, adətən hekayələri sakit bir qəsəbədə və yaxud da ki, sıradan insanların arasında bütün filmləri, bütün romanlar belə başlayır, daha sonra orada gərginlik başlayır. Bu hekayə də bu cürdür. Bir qəsəbənin təsviridir, hansı ki, sakit bir ortamdır, amma qurd adamlar da bilirik ki, insanlar da qurda dolunayda dönüşür. Bunun özü də insanın təbiətdə baş verən hadisələrə anlam verə bilməməsidir. Yəni, belə bir mifologiya da buradan gəlib ki, ilin bir günü dolunay olur və o gün hansısa bir insan qurda çevrilir. Və bu hekayədə sakit bir qəsəbə bir gün artıq başlayır, səs-küy yaranır ki, qurd adam gəlib də insanlara hücum eləyir və insanlar özlərini müdafiə eləməyə çalışırlar. Yəni, hekayə bu cür gedir. Bir də orada Merti var, 10 yaşlı fiziki məhdudiyyəti olan, yeriyə bilməyən, kaleskada olan uşaq var. Əsərin demək olar ki, əsas qəhrəmanı, belə deyərdim, müsbət qəhrəmanı bu uşaqdır. Və zəif adamların qəhrəmana çevrilməsi, belə deyim, üslubudur bu. Stephen King bunu çox eləyir, yəni əsərlərində və bu uşaq bir gün yenə qurd adamın hücumuna məruz qalır. Kitab boyunca biz o hücumlardan bəhs edir. Akın Altanın səsi ilə çox möhtəşəm səsləndiribdir, digər kitablar olduğu kimi. Onu mütləq ki, YouTube-dan dinləyə bilərsiniz səsli şəkildə. Bu arada bunun filmi də var, filminə tapmamışam, tapmadım, yəni baxım. Və bu uşaq özünü müdafiə eləmək istəyəndə fişənglə bu canavarın bir gözünü kör eləyir. Daha sonradan isə iddia eləyir ki, ətrafındakı insanlara o bir insandır, yəni qorxmur, belə deyim. Amma heç kim onu fiziki olaraq belə qüsurlu olduğu üçün əslində cəmiyyət onu ciddiyə almır, ciddiyə alınmayan bir tipdir. Daha sonra bir də rahib var romanda. Bu rahibin gözünün kör olduğunu görəndə artıq şübhələnirik və anlayırıq ki, məsələ bu rahibdə, hansı ki, gündüzlər insanlara, belə deyim, haqq, ədalət, iman, yəni din adamı, din xadimidir. Amma gündüzlər necə ki, o Allah yolunda, belə deyim, xidmət göstərir, gecələri də eynən vəhşiləşir. Qurd adam dediyimiz əslində bu rahibdir. Burada da insanın təbiətindəki dualizma, yəni gündüzlər o din adamı ümumilikdə bastırılmış duyğulardır. Yəni cinsə rahib dediyin cinsi istəklərini bastırır və yaxud da ki, yəni müəyyən çərçivələrə dini kitabda, İncildə nə yazılırsa o qayda qanunlarla yaşadığı üçün öz arzularını, şəhvət hissini, nə bilim, öz insani qəzəbini və yaxud da insana aid bütün xüsusiyyətlərini bastırır və gecələr isə bir növ şüuraltı olaraq bunu bastırmaq yenə mümkün deyil. Gecə o qaranlıqda onun bastırdığı duyular ortaya çıxır. İnsanın
şiddətə meyilli tərəfi, qorxunc tərəfi belə deyək, nə qədər bastırılsa da üzə çıxır. Yəni rahib bu cinayətləri eləyirmiş. Bir də bu elədiyi cinayətlərdən də əslində peşmanlıq duyur. Amma bunun qarşısını ala bilmir. Yəni insanın öz təbiətinə nə qədər bastırsa da o şiddətə meyilliliyin pis yönünü, hansı ki mizantroplar məsələn, mən deyirəm ki, insanın xisləti, kökdə xisləti təmizdir. Tutalım Milçəklərin Tanrısı kitabında da uşaqları özəlliklə bu allegorik romanda təsvir eləməsinin səbəbi insan yaradılışdanmı pis olur? Yəni belə bir inanc var ki, bütün uşaqlar təmizdir, safdır, böyüdükcə çirkinləşirlər, pisləşirlər. Amma yəni bu sual işarəsidir. Yəni hər uşağa biz təmiz deyə bilərikmi? Bəlkə də yaradılışdan elə pis olursan. Məsələn, insan xisləti bir çox filmlər də var ki, eksperiment kimi məşhur filmlər də var ki, insan xislətinin özündə pis olduğunu deyir. Və sən bunu bastıranda da, yəni qəzəb hissini bastıranda, yəni bu tip daha şiddətli şəkildə ortaya çıxır. Yəni qurd adam vəhşiləşmiş bir şəkildə ortaya çıxır, gündüzlər hər nə qədər normal olsan da, gecələr daha böyük cinayətlər eləyirsən. Və rahib də bu cinayətlərinə haqq qazandırır əslində bir tərəfdə. Bu da insanın öz əməllərinə hansısa bəhanələr gətirərək haqq qazandırmasını simvolizə edir, belə deyim. Sonda isə yəni bu yenə də deyirəm Merti obrazının, o uşaq 10 yaşlı uşaq sayəsində bu cinayətkar ortaya çıxır. Bu arada orta əsrlərdə də məhkəmələr bilirik ki, olub, onu dediyim kimi və yəni ümumilikdə xəstə həm fizioloji, həm psixoloji xəstəliyi olan adamları qurd adam hesab eləyib öldürürmüşlər, yandırırmışlar əslində və qurd adamlarla vampirlərin də qarşı durması var idi. Bundan öncə video çəkmişdim. Orada qurd adamlarla və vampirlərin savaşını biz görmüşdük. Və müxtəlif dönəmlərdə də əslində tək film də o deyil. Vampirlərlə qurd adamların qarşı durmasını görürük. Hətta yenə də deyirəm Frankenstein'da daxil olduğu bir film var. Onu da çəkəcəm özəlliklə. Yəni bu mifologiyada, qərb ədəbiyyatında, Germanların ədəbiyyatında çox önəmli bir yerdədir. Bizim türk mifologiyasında da var. Yenə də deyirəm, boz qurd məsələn, türklərin, yəni qədim irqinin qurdlardan olduğunu deyir və dolunayın təsvirində. Bu mifologiyada qorxu ədəbiyyatı ilə maraqlanırıqsa, filmləri də var qurd adam barədə. Biri var idi 1941-ci ildə, qurd adam YouTube-da idi, hətta ona baxmışdım, o da çox qəşəng idi. Ümumilikdə yəni sonda məlum olur ki, çox vaxt əslində bu qurd adamlar Stephen King'in əsərindəki kimi, yəni hansısa bir yanlış anlaşılmada. Məsələn, yenə deyirəm, Gülpınarın Qulyabani əsəri var idi. Orada da Qulyabani dedikləri, bir cin dedikləri əslində məlum olur ki, köşkdə çalışanlar da xidmətçiləridir. Belə bir şeylər eləyirlər. Yəni insanların bastırılmış hissləri, insanların təbiət qarşısındakı acizliyi, xəstəlik qarşısında bilgisizliyi, tibb sahəsinin yəni inkişaf etməməsi, yəni bunların fonunda yaranmış mifologiyalar çox önəmlidir bir toplum üçün. Yenə də deyirəm, qorxu hissi çox önəmlidir. Təkamülümüzdə də eynən önəmlidir və qurd adam şeyini də mifologiyasında Stephen King bu əsəri ilə yeni bir populyarlaşdırmışdı. Yəni yeni bir nəfəs gətirmişdi. Dinləmək istəyənlər Qurd adamın döngüsü yazıb Akın Altan səsindən dinləyə bilərlər.